Aşıq Telli Borçalı ilə də əlaqə saxladı bizim müxbirimiz Natiq Nailəoğlu və o nələr dedi, indi siz görəcəksiniz və öz qulaqlarınızla eşidəcəksiniz. Yanvarın 20-sində olan telefon yazısı. Mən yəni çox istərdim sizdən də müsahibə alım. Mən Bakıda deyilmə qurban olum. Mən Masallıdayım, toya gəlmişəm. Axşam toydayım. Bugün axşam sizin toyunuz var? Bugün axşam mənim toyum var. Bəs üzr istəyirəm, o 20 yanvar günündə toy eləyən kimdir ki? Mən sizə bir söz deyim də. Toy deyəndə mən sizə belə deyim, ad günü. Toy kimi yoxdur, yəni öz şeylərində belə, stol kampaniya deyirlər də və salonba belə. Üzr istəyirəm, yəni siz bir səhv eləmirəmsə Azərbaycanlısınız və ümumiyyətlə bugünün necə bir gün olmasından da xəbəriniz var. Mən deyərdim ki, mən gözləməzdim sizdən doğrudan da ki, yəni heç olmasa 20 yanvar günündə bunu... Yox, qurban, burada toy deyil, ad günüdür. Başa düşdüm, hər halda ad günü də olsa, yəni... Belə deyim, dəfə daraqla da deyil, sadəcə bura gəlmişəm mən. Hər halda biz çalışacaq bu məsələni daha da təfərrüatı ilə çatdırmaq dostlar. Ürək açan bir şey deyil. Tariximizdə o qədər qara səhifələr var. Heç olmasa ildə bir dəfə, iki dəfə insan özünü saxlaya bilər. Yadıma ötən il bizim həmkar telekanallardan birində müğənni Mələkə Əsədova gəlib. Mayın 8-i Şuşanın işğalının il dönümüdür. Və ümumiyyətlə bəzi müğənnilərə mənə elə gəlir ki, tarix dərsi keçirmək lazımdır. Güclə basasan, ağızlarını bağlasan və tarixdən dərs keçəsən. Və gəlib oturub Mələkə xanım və bugün və müğənni deyəsən Elnarə idi aparıcı. Soruşur ki, Mələkə xanım necəsiz, özünüzü necə hiss edirsiniz? Şuşanın işğalı gündür. Bir daha xatırladıram və bizim çox hörmətli deməli müğənnimiz, xalq artimiz, xalqın artistidir dostlar. Qalibdir ki, çox gözələm, mən çox bayram əhvalındayım, çox gözəl gündür, hər yerdə bayram əhvalı və aparıcı da qalibdir dedi ki, xanım çaşmırsan deyəsən, bugün mayın 8-idir, Şuşanın işğalının il dönümüdür. Ona görə də ümumiyyətlə bəzi bu xalq artistləri, artistikçiləridir, artistlərdir, ümumiyyətlə artisti özlərini qoyanlar hər iki mənada həm yaxşı, həm də belə hamısına mənə elə gəlir ki, Mədəniyyət Nazirliyi, xüsusilə Əbülfəz müəllim, baxırsınızsa, mənə elə gəlir ki, biraz bunları attestasiyadan da keçirmək lazımdır. Azərbaycanlı tarixindən tək musiqimizi və bizim belə də mahnılarımızı, milli mahnılarımızı bilməklə deyil. İnsan gərək tarixini də bilsin. Əgər xüsusilə bu şəxs Azərbaycanı xaricdə təmsil edirsə, Azərbaycanın müxtəlif təşkil elədiyi tədbirlərdə iştirak edirsə, doğrudan da biabırçılıqdır. Nəysə, hava haqqında məlumatı bilək ya yox, qısaca. Özə inanmazsınız, əsas qəhrəman belə də həmkarımız bağlantıda olmalıdır. Natiq Nailəoğlu. Bəli, Ətən. Sabahınız xeyir. Sabahınız xeyir, salam Azərbaycan, sizin də sabahınız xeyir. Natiq Telli Borçalı ilə dünən siz danışmışsınız. Yanvarın 20-sində siz ümumiyyətlə reaksiyanız necə oldu bu cavaba? Mən toydayam axşam. Çox təəssüf edirəm, həqiqətən də çox təəssüf edirəm. Çünki yəni mən o sessiya yazısında da artıq vurğuladım öz fikirlərim ki, Telli xanımın yəni bax bu cür addım atmasına və yaxud da indi bilmirəm o yalan deyirdi. Yəni belə deyək, bizi sadəcə olaraq müsahibə verməkdən yayındırmaq istəyirdi və yaxud da hər hansıda bir yalan uydurmağa çalışırdı, amma necə deyirlər, yalan tutar amma yeriməz, belə bir məsəl var da. Yəni o da öz yalanının hardasa güdasına getdi. Mövzunu ümidvaram ki, bugün davam eləyəcəksiniz. Bəli, davam eləyəcəm. Ümumiyyətlə, mən demək istəyirəm ki, Aytən, deməli, bu bizim tanınmış insanlarda biraz belə deyək, ulduzluq xəstəliyi olub. Bizim, məsələn, kütləvi informasiya vasitələrində çalışan həmkarların, məsələn, hər hansısa bir məsələ ilə bağlı, hər hansısa bir məmura müraciət edəndə, məmur deyir ki, yasdayam. Bu, show biznesə əhlinə də müraciət edəndə deyir, toydayam. Heç olmasa bu insanlar səhər tezdən duranda baxsınlar bir televiziyalara, baxsınlar bir kütləvi informasiya vasitələrində gedən xəbərlərə ki, bugün nə gündür. Əgər bilmirlər, heç o sözlərini belə biabır eləməsinlər. Olan şeydir, hər halda belə deyək də, quşbaz insanlar cəmiyyətdə var, quş buraxırlar, uçurdurlar, sonra tutmağa çalışırlar. Söz deyirlər quşdur. Hər halda quşlar orada görən, bir ikisi uçdu Flame Tower tərəfdə, doğrudan da Bakımız çox gözəldir, Natiq.